Bağçanın müdiri Aybəniz Hüseynova və valideyn Xalidə Fərəcova yeni uşaq bağçasının istifadəyə verilməsi münasibəti ilə Azərbaycan Prezidenti Möhtərəm İlham Əliyevə və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər. Bağçanın fidanları şeir söyləyib rəqs etdilər. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Respublikamızda təhsil islahatlarının uğurla icra edildiyini, yeni elm və təhsil müəssisələrinin açılışlarının artıq ənənə halını aldığını vurğuladı. Yeni istifadəyə verilmiş bu uşaq bağçasında fidanların müstəqil Azərbaycanın layiqli övladları kimi böyüməsini arzulayan icra başçısı bağçanın kollektivini əlamətdar hadisə münasibəti ilə təbrik etdi. Onlara ən səmimi və xoş arzularını çatdırdı. Sonra rəmzi qırmızı lent kəsildi və bağçaya baxış keçirildi. Sentyabrın 16-sında Bilik günündə Lənkəran şəhər Kazımbəyev adına 6 sayılı tam orta məktəb liseyində Biliyi fəaliyyətə çevirək adlı bilik sərgisi keçirildi. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar məktəbin həyətində məktəb şagirdlərinin əl işlərindən təşkil edilmiş sərgi ilə tanış oldular. Şagirdlər bilik sərgisində nümayiş etdirdikləri əl işləri haqqında qonaqlara ətraflı məlumat verdilər. Gülbənüz Hüseynli, Elviz Nəsirli, Xəbər xətti.